Onun ifasında tar sadəcə musiqi aləti deyil. Bir yaddaş, bir tarix, bir hissdir. Hər bir səsdə keçmişin izi bugünün bir nəfəsi duyulur. Onun barmaqları sadəcə simlərə toxunmur, illərin sustuğu xatirələri oyadır. Tarın hər titrəyişi sanki bu torpağın keçmişindən gələn bir pıçıltıdır. Bu sənət yalnız bir alət ifa eləmək deyil, həm də bir irsi qoruyub gələcək nəsillərə çatdırmaqdır. Tar aləti deyəndə ilk növbədə Sadıqcan məşhur tarixçimizin qoyduğu irsi bizlər davam elətdiririk. Elə vaxtda biz sənətə gəldik ki, gənclik illərimizdə və bizdən böyük sənətkarlar var idi ki, hansı ki Hacı Məmmədov, Əhsən Dadaşov, Bəhram Mənsurov, Əliağa Quliyev, Həbib Bayramov, bu sayı artırmaq da olar. Ancaq əlbəttə ki, onlardan da böyük sənətkarlarımız ki olub ki, Mirzə Mansur. Büyünə gəlib çıxanda isə bizim nəsil büyünləri demək olar ki, çox da olmasa 5-6 nəfərik. Ancaq bir gün baxıram, görürəm ki, bu sənət çox inkişaf edir. Əlbəttə ki, mən əgər tar alətindən danışıramsa, nakam şairimiz Mikail Müşfiqin sözlərini mütləq yad eləməliyəm ki, oxutar, səni kim unudar. Və biz də bu günləri əlbəttə çalışırıq. Bu tar bizim sinəmizdə, mən bu günləri 55 ildir ki, sinəmdə gəzdirirəm. Və bu tar mənə demək olar ki, şöhrət gətirdi, xalqımın sevgisini gətirdi. Mən bu sənəti o qədər çox sevdim ki, hətta atam məni qoymurdu tar çalmağa. Və deyirdi ki, mən bu müsabiqələrimdə demişəm, bu tar nə edirsən sən? Sən bu ailə başçısı olacaqsan, filan. Hesabat verirəm, yəqin ki, onun ruhu bizi iləndir. Mən demək istəyirəm ki, ata, tar mənə hər şey verdi. Mən bu tarın mizrabı ilə, balaca mizrabı ilə ailə qurdum. Dünyanı gəzdim. Dünyada tarımızı təbliğ elədim. Və demək olar ki, böyük sənətkarlarla çalışdım. Mən uşaqlıq illərində ümumiyyətlə sənətə çox bağlı olmuşam, xoşum gəlib. Oxlo deyirlər də, o xəmir yoğururlar, bilmirəm, o xanımların işidir. Onu götürürdüm, belə eləyirdim, ya belə eləyirdim ki, yəni həvəsim var idi və bu mənada, bu barədə anam mənə dedi ki, gəl tara qoyum səni, tarix. Və belə oldu ki, doğrudan da elə mən bu sənətlə başladım məşğul olmağa, ancaq atam razı deyirdi. Ancaq mən o qədər bu aləti sevdim ki, həyatımı bağladım da bu alətlə. Əskəriyə gedəndə də hərbi. Tarı da dedim, göndərin ora mənim üçün. Mən tarsız qala bilmirəm. Və onu da bükdülər, bağladılar, mənim üçün ora göndərdilər. Orada növbətçi dayananda mən o hamısına dedim ki, siz yatın, mən qalacağım. Mənim qalmaqda da məqsədim nə idi? Tarı gecə hamı yatır, mən özüm bilirəm ki, o ilə necə məşğul olum. Və əlbəttə ki, tar yenə deyirəm ki, mən şəhərin mərkəzində 132 nömrəli məktəbdə oxumuşam. O vaxtı ora yaxın mədəniyyət evi var idi. Əvvəlki Yuri Qaqayevin adına, indiki Tofiq İsmailov adına. Orada da yaxşı uşaqları, həvəskar uşaqları cəlb edirdilər sənətə, incə sənətə. Və cürbəcür sənət var idi orada. Rəssamlıq var idi, heykəltaraşlıq, mənim rəqs var idi. Və mən də tarixçi kimi getdim, məşğul oldum, filan elədim və inandırım sizi ki, oradan bir neçə şəhərlərə getdim. MDB-in, o vaxt elə idi də SSR-nin şəhərləri. 10 günlük dekada oldu Moldaviyada, iştirak elədim. Sonra məktəblərin bir belə düşərgəsi var idi. Beynəlxalq düşərgə Artek. Mən 15 yaşında mən ifamla orada qızıl medal qazandım. Və belə oldu ki, mən İncəsənət Universitetinin elə 3-cü kursunda oxuyarkən məni filarmoniyaya dəvət elədilər. Ki, belə bir kollektiv yaranır. Gəlin, sizi də sınaqdan keçin ki, mən də getdim, bəli, həmin o sınaqdan keçdim və məni qəbul elədilər. Dedilər, gələ bilərsənsə məşqlərə gəl. Və o gündən də Azərbaycan Dövlət Filarmoniyasında fəaliyyətim başladı. Fəxr edirəm ki, bizim hörmətli sənətkarlarımızla Şövkət xanım, Sara xanım, Tükəzbən xanım, Əbülfət Əliyev, Yaqub Məmmədov,
Bu sayı uzatmaq da olar. Sabir Mirzəyev, Teymur Mustafayev, Zaur Uzayev, Niyaməddin Musa. Yəni çox. Bunların əhatəsində demək olar ki, mən yetişdim. Tar aləti ümumiyyətlə çətin alətdir, mən sizə deyim. Asan alət yoxdur. İndi deyərlər ki, tar, bəli, tar doğrudan da həm şah alətidir, həm də ki, mən hərdən sual verəndə görürsən ki, bir qonaq olan yerdə falan da deyirəm ki, tarın neçəsi mi var, bilirsiniz, bu bizim şah alətimiz daxil. Bir yox. Deyirəm, məqsəd onda deyir ki, sən tarla məşğul olmursan. Ancaq bu bizim şah alətimizdirsə, bilməliyik ki, bunun 11 simi var. Bunun 2 oktava yarım. Bir də ki, böyük çanaq, kiçik çanaq, qol, kəllə. Və bunu bilməyə nə var ki, bu bizim alətimizdir də. Yəni ona görə deyirəm, yəni bunu niyə görə dedim? Əlbəttə ki, tar aləti ona görə nəcib alətdir ki, nəmişliyə düşərsənsə, yəni rütubətə, belə bir söz var ki, tar danışmaz. Yəni tar danışar, o mənada ki, tarın səsi o qədər çıxmaz. Biz Abşeronda elə kəndlər var ki, misal üçün, orada nəmişlik olanda, rütubət olanda, onda belə deyirlər də, palatka toyları idi də. Biz də böyük sənətkarlarla çox gedmişik bu toylara. Onda tar danışmırdı. Nə qədər də vursan, üz yatıb. Ancaq bir də var ki, səhnədəsən, ya işıqlı bir yerdəsən, o işıq, o dərinin üzünü dartır və onda nə istəyirsən, səsi ala bilirsən. Biz ona görə deyirəm ki, tar aləti çətin alətdir. Və bu günləri tələbələrimiz də məşğul olurlar. Mən deyirəm ki, elələri var ki, tələsir. Deyirəm, tələsməyin. Mən də sizin yaşınızda olsaydım, mənə desəydilər ki, vaxt gələcək, xalq artisti olacaqsan, dünyanı gəzəcəksən, filan qazanacaqsan, mən də inanmazdım ki, yaxşı yuxudur. Ancaq bunlar yuxu olmadı, real oldu. Və indi siz də gələcəkdə əgər doğrudan da bu peşəyə layiqincə yanaşsınız, onda mənə elə gəlir ki, siz də uğurlarınızı qazanacaqsınız. Mən həmişə deyirəm ki, Allah görəndir, biləndir, yetirəndir. Siz dərsə gəlin, öyrənin. O qurban olduğum da sizin mütləq mükafatınızı verəcək. Əslən Türkan kəndinin də doğulmamışam, mən şəhər uşağıyam, belə deyək. Ancaq əslimiz oradandır, atam da, anam da. Vaxtı ikən bizim bağımız da olub. Düzdür, indi də var, ancaq mən indi başqa yerdə yer götürmüşəm. Orada bir növ karxana açdılar deyə məni qorxutdular, mən oradan çıxdım. İndi həmin yerdə mənim daim oğlu qalır, söz yoxdur. Ancaq Türkan kəndi, mən sizə deyim ki, çox qonaqpərvər. Mən orada el şənliklərində çox olmuşam. Bizim görkəmli sənətkarımız Axan Abdullayevdir. Axan Abdullayev də elə Türkanlıdır və Yaqub Məmmədovla, Ağabba Novruzovla, Canəli Əkbərovla, Arif Babayevlə və bu xanəndələrlə biz olurduq da toylarda orada və başqa kəndlərdə də, rayonlarda da. Ancaq Türkan əhli ümumiyyətlə nəinki qonaqpərvər, eyni zamanda da musiqi aləmində olan sənət adamlarına böyük hörməti var idi. Hörmət eləyərdi. Və biz hansı xanəndə olur olsun, gələrdi toya. Olur da görürsən ki, 2 gün toy oxuyub, səsi işləmir də. Ancaq heç vaxtı kənd cəmaatı ona güldən artıq söz deməzdi. Elə böyük sənətkarlarımız olsun, Yaqub olsun, sonra Hacı Baba olsun, o biri xanəndələrimiz də həmçinin. Deyərdilər ki, işiniz yoxdur. Xanəndən belə də olur, belə də olur. Ancaq onlar Türkana da gələndə məsuliyyətlərini dərk edirdilər. Çünki Abşeron cəmaatı həm muğama, həm də ki, qəzələ çox fikir verərdilər. Yəni, bu mütləq vacib düz olmalı idi. Və biz o aləmdə də, Türkanda da, bu palatkalarda, belə deyək ki, toylar aləmində biz yetişdik. Biz təcrübə topladıq. Bilirsiniz, bir var ki, sən öyrənirsən,
kimsə sənə dərs deyir. Mən də bu günləri bildiklərimi tələbələrimə yetirirəm. Ancaq deyirəm ki, o azdır. Çalışın ki, hamıya qulaq asın. Hərəsindən bir bəhrələnin. Çünki mən də vaxtı ikən, mən də bütün bu sənətkarlara hamısına qulaq asmışam və bəhrələnmişəm. Mənim gənclik illərimdə belə bir qurumlar var idi ki, bədii öz fəaliyyət kollektivləri. Və bu bədii öz fəaliyyət kollektivləri həm də efirdə onların bir proqramı da olardı, həftədə bir dəfə. O öz fəaliyyət kollektivləri gəlib orada çıxış edib efirdə özlərini göstərərdilər. Siz təsəvvür edin ki, indi bu bədii öz fəaliyyət kollektivləri yoxdur. Biz öz fəaliyyətdə yetişərdilər gənclər, sonra böyük səhnəyə, efirə dəvət olunardılar. Ancaq bu günləri bədii öz fəaliyyət olmadığından hamı böyük səhnəyə can atır. Ancaq birdən-birə gəlib böyük səhnəyə can ata bilməzsən. Çünki bu çətin məsələdir. Görək yetişəsən, ən azı 30-35 il vaxt lazımdır ki, yəni tar ifaçıları yetişsin. Ondan sonra təsdiq edirsən özünü. Sən varsan, yoxsan. Bu bir günlük iş deyil. Ona görə bizim sahəmiz, instrumental ifaçılıq sahəsi çox çətindir. Bizim çox böyük hörmətli sənətkarımız, əməkdar incəsənət xadimi, pianoçu, bəstəkar Gülarə xanım Əliyevanın rəhbərlik etdiyi Danoncu instrumental ansamblında mən fəaliyyət göstərdim. İlk dəfə o vaxtı bir kanal var idi, Azərbaycan televiziyası. Orada görsəndim. Gənc yaşımda, yaraşıqlı bir vaxtımda, bəli, özü də o kollektivdə qərb alətləri arasında bir tarizən otururdu. O da ki, yəni sevildi, yəni xalq məni tanıdı və ondan sonra dünya şöhrətli müğənnimiz Zeynəb xanımla çalışdım. Ölkələr gəzdik, konsertlərimiz oldu, xarici ölkələrdə, Amerika, Kanada, Avropanın bir çox şəhərləri və inandırım ki, ondan sonra bizim fəaliyyətimiz Axan Abdullayevlə davam elədi. Biz onda həm toylara bir yerdə gedirdik, mən bir də Ədalət Vəzirov, mərhum sənətkar dostum, əməkdar artist. Və biz əlbəttə ki, ondan da sonra yenə də İranın demək olar ki, bütün şəhərlərində, Təbrizdə, hamısında gəzdik, konsertlər verdik. Onu da deyim ki, ilk dəfə İrana gedən üçlük biz olduq. Bizimlə paralellə böyük bir qrup getmişdi. Ancaq Təbriz şəhərində qismət oldu, ilk dəfə bizim üçlük çıxış elədi. Mən, Axan Abdullayev və Ədalət Vəzirovla böyük konsertlərimiz oldu orada. Ondan sonra Avropada, Fransa, Qalandiya, 3 stul qoyurdular səhnədə, heç mikrofon da qoymurdular. Və belə oldu ki, biz çıxmamışdan qabaq, əlbəttə ki, biz kökləyirik tarı, sonra səhnəyə çıxırıq. Biz səhnə arxasında kökləyən anda bizə gəldilər, yaxınlaşdılar ki, siz nə edirsiniz? Dedik ki, heç nə hazırlaşırıq. Kökləyirik də, yəni tarı sazlaşdırırıq da, belə deyək. Deyir ki, bunu burada niyə edirsiniz? Çıxın səhnədə ediyor. İndi mən bunu başa sala bilmirəm ki, ora biz çıxıb ifamızı göstəririk. Bu səhnə arxası işimizdir də. Dedi, yox, bizə maraqlıdır. Elə orada da köklüyün, o məqamı da görsün bizim tamaşaçı. Yəni, Fransız, Alman, Holland, Avropa aləmi, bütün dünya. Yaxşıdır, çıxdıq ora, başladıq, köklədik. İndi nə qədər kökləyəcək? Bir dəqiqə köklədik sadəcə və başladıq. Və orada biz çıxış eləyəndə çoxsu mənə deyir ki, Azərbaycanlılar gəlmişdi. Deyirəm, yox. Ora ancaq əcnəbi tamaşaçılar. Biz çalıb qutarırdıq. Axırda əl çalınırdı, elə deyir. Elə bir ki, bir yarım dəqiqəyə, bir dəqiqəyə yaxın pauzu gözləyirdilər. Ondan sonra alqış gedirdi. Deyirdim, kaş bizim də bir muğam mərkəzimiz olaydı da. Ən nəhayət beynəlxalq muğam mərkəzimiz yarandı. Bu günləri hər həftə demək olar ki, orada
günlərlə muğam gecələri keçirilir. Və biz bilirik ki, bu bizim evimizdir. Beynəlxalq Muğam Mərkəzi. Biz başqa saraylarda da konsertlər eləyə bilirik. Ancaq orada elə doğmadı bizə ki, çünki orada yazılıb ki, Beynəlxalq Muğam Mərkəzi. Orada axın-axın tamaşaçı gəlir, muğamı sevərlər gəlirlər. Orada da çıxış eləməyin bir başqa zövqü var. Bu yaxınlarda mənim 75 illik yubileyim keçirildi. Həmin o Beynəlxalq Muğam Mərkəzində çox zövq aldım. Tamaşaçıların o alqışları mənə bir daha ruh verdi ki, hələ bitməyib. Hələ bundan sonra yaradıcılığı gözləyirik, davam elə. Əlbəttə ki, sənət, mən həmişə deyirəm ki, 3 nöqtədir. Yəni, davamı var. Bilmirsən ki, orada harada nöqtə qoyacaqsan. Yəni, əgər Allah Teala bizə belə bir sağlam can veribsə, şükür buna. Biz də bu günləri o bildiklərimizi, böyük sənət adamlarından aldığımız bilikləri gənclərə yetiririk və bu günləri böyük ordu var, gənclər yetişirlər. Baxırsan, heyran olursan, deyirsən, tarımız nə boyda yol keçdi, ancaq uğurları da ki, ən zirvəyə doğru gedir. Hələ bundan sonra nələr olacaq, inanıram ki, bundan da yaxşılar olacaq inşallah. Biz bu ilk görüşdə yalnız başlanğıca toxunduq. Küçələrin səssizliyində gizlənən hekayələrə, insanların baxışında yaşayan xatirələrə, zəhmətlə yoğrulan gündəlik həyata qısa bir pəncərə açdıq. Amma hər başlanğıc özü ilə davamını gətirir. Çünki Türkan danışdıqca bitən deyil. O hər addımda yenidən